manqallar tikildikdən sonra çox vaxtı müştərilər məndən soruşur ki, onu laklayaq yoxsa laklamayaq. Əgər manqal üstü açıqdırsa, üstü bağlı deyilsə, navesin altında deyilsə, mütləq şəkildə laklanmalıdır ki, kərpicin arasında istifadə olunan o şamot cilt dediyimiz hörgü məhsulu ki var, o yəni su yuyub onu aparmasın. Mağazamızda iki cür lak satışdadır. Bu gördüyünüz Kos 85 və Edzonsi firmasına olan bu lakları hər ikisi 250 dərəcə temperatura dözümlüdür. Bu lakların sadəcə fərqi ondadır ki, biri şəffafdır, digəri isə parlaqdır. Yəni kim ki istəyirsə kərpic daha şəffaf görsənsin, yəni kərpic biraz daha da tündləşsin rəngi, o zaman bu Edzonsi lakını istifadə edə bilər. Hər ikisində yəni 700 qram olur bu lakları. Kim də istəyərsə ki, kərpicin rəngi olduğu kimi qalsın, yəni heç bir fərq verməsin, o zaman isə Serta firmasının Kos 85 lakını istifadə edə bilərsiniz. Bu laklar mağazamızda satışdadır. Mağazamız Saray qəsəbəsində yerləşir. Saraydan Sumqayıta gəldiyiniz zaman Saray MTK yaşayış kompleksi var. MTK-nın sonuncu binası bitən kimi yolun sağında taxta bazarı var. Biz də həmən taxta bazarın içərisində fəaliyyət göstəririk.